Salam, salam, salam. Hər vaxtınız xeyir olsun. Elvin, necəsən? Həmişə yaxşı olacaq. Dəyərli izləyicilərim, siz də hər zaman yaxşı olun. Hər zaman. Mən də çalışıram ki, hər zaman sizlərə yaxşı evlər təqdim edeyim. Bahalı, ucuz, fərqi yoxdur. Mərdəkandayam. Cem Marketin arxasında. Makaronlu fabrikin küçəsində təzə işıqfor qoydular. Qala yolu ilə Makaronlu fabrikin küçəsində. Həmən kəsişmədən 4 yoldan 200 metrlik məsafədə. 14 sotun içərisində inşa olunmuş, baxın, belə geniş, böyük sizlərə malikana təqdim edəcəm. 560 kvadrat ümumi sahəsi var. 560 kvadrat, 8 otaqlıdır. Dəyərli izləyicilərimiz, bugünkü gündə bu evin qiyməti, bu villanın qiyməti, bu malikananın qiyməti 1 milyon 50 min manatdır. Avtomatik olaraq darvazası var, putla təchiz olunub, sıyrılır. Sağa gedir, açılır, sola gedir, bağlanır. Piyada keçid qapısı. Keçən kimi sol tərəfdə 2 maşınlıq, rahat dayanacaq, üstü bağlı qaraj. Üstü bağlı qaraj. Keçək bura gəlmisənsə, səni görməyim. Qarajın qarşısında 7 metrənin 8 metrəyə olan daşma hovuz. Daşma hovuz. Hovuzun yanında Dəvəboynu şəlaləsi. Keçəcəm evin qabağında orada qəşəng bir dənə ocaqlıq var. Palma ağacları. Nə gözəl görünür. Dekorativ daşlar tökülüb bura. Ağ daşlarla bəzədilib hər yeri. İnan Allaha bu dekorativ daşların kilosu kalibrdən asılıdır. 1 manatdan yuxarıdır kilosu. İşıqlandırması, maşallah, gecə işıqlandırması çox gözəl görünür. Ümumi qapıdan içəri keçən kimi sağ tərəfdə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Bura xətt çəkilib. Kanalizasiya və isti soyuq su. Kim istəsə, yıxılarsan ha. Kim istəsə bura ünvanlik qoya bilər. Əli züyan həyətdə. Amma ona əlavə olaraq burada varıdır. Su hövzəsi var burada. Manqalın yanında var. Manqaldır. Qəşəng bir manqal inşa olunub. Burada qaz sobası qoymaq olar. Bütün antena xəttləri və kamera xəttləri burada çəkilib. Kim istəsə bunu da qabağını bağlayıb, bağlı söhbətgah kimi istifadə edə bilər. Amma bu həyətdə məncə lazım deyil. Yaşıllıq zonası, palma ağacları çox gözəl görünür də. Bax. Gəl gedək Elvin, belə fırlanaq çıxaq da oradan. Gəl. Gəl gedək. Evin tam qarşısında düz yuxarıya qədər çıxan bir də manqalı inşa olunub. Bax orada. Bura verandadır. Evin ümumi giriş qapısının qarşısındadır. Palma ağacları. İşıqlandırmaya baxaq. Həm divarda var, həm də yerdə var. Evdə kondisioner xəttləri hamısı çəkilib. Xəttlər hamısı çəkilib hazırdır, qoyulub. Kombi hal-hazırda işlək vəziyyətdədir. Bu evin bütöv olaraq istilik sistemi buradadır. Bağlayayım. Sonra evin arxa hissəsidir. Bax, bu gözəldir. Bax, bura qonaq otağıdır. Qonaq otağından bura çıxış var. Qonaq otağından bura çıxış var. Arxa hissəsidir evin. Bura yataq otağıdır. Və fırlandıq gəldik, düz çıxırıq yenə evin qarşısına. Maşallah, ağaclar çox qəşəngdir, özün tutub. Həyət çox gözəl görünüb. Bu da evin yanında, hovuzun yanında ocaqlıq. Bura qaz çəkilib, yanır. Bunlardan taxtadandır, oturub istirahət eləmək yayda çox qəşəng olar. Bundan əlavə olaraq orada bu yataq otağıdır. Bu yataq otağının qarşısında belə bir verandası var. Oturmaq üçün hamısı dəmirdəndir. Bax, bunlar stul qoyulub bura. Ev bütöv olaraq qarşısında olan verandasıdır. Ev yerdən hündürdə inşa olunub. Bu da ki, evin həyətidir də. Çox gözəl görünür. Dəyərli izləyicilərimiz, bura evin ümumi giriş qapısıdır və qarşısında olan üstü bağlı veranda, üstündə də ki, yataq otağından birbaşa çıxan eyvan var. Keçirik evin daxilinə. Ümumi giriş qapısı,
geniş böyük bir dəhliz, heç bir yerə adiyyəti yoxdur. Burada dolab yığılıb düz tavana qədər bütün dolabdır. Hamısı keçdi evin daxilinə. Keçən kimi evin daxilinə gəldi, yenə dəhliz. Geniş belə bir dəhliz var. Həm solda həyətdə istifadə olunan o stollar var idi. Hamısının döşəkçəsi bura yığılıb. Hamısı var. Təbdil istifadə olunmayıb. Ümumi dəhlizdən keçən kimi düz üzbəüz qonaq otağıdır. Evin arxa hissəsidir. Bayaq mən sizə göstərdim. Atoplen sistemi ilə yığılıb, təchiz olunub. Buradan da qapı var. Birbaşa ora giriş, çıxış. Evin arxa hissəsinə. Buradan gəldik. Bu da qonaq otağı. Keçirik, çıxırıq. Sıralan göstərirəm deyənə çaşmayaq. Keçirik. Birbaşa mətbəxə. Mətbəx mebeli düz tavana qədər yığılıb. Mətbəxdə soyuducu qoyulub. Qaz sobası, aspirator, mərmər tökündü, 2 gözlü su hövzəsi, sobalar tam mərkəzdə, ada, altı isə dolabdır. Mətbəxin içərisində burada balaca bir, kiçik bir otaq var, hansı ki, əşya yığmaq üçün nəzərdə tutula bilər. Çıxırıq. Birinci mərtəbənin ümumi sanitar qovşağı, geniş, böyük bir sanitar qovşağıdır. Bütün su sistemləri hamısı divarın içərisindən çəkilib. İki dənə yataq otağı, bir yataq otağı evin qarşısına baxır. Kimsə istəsə buranı iş otağı kimi də eləyə bilər. Çünki evin daxilində yataq otağı çoxdur, maşallah. 500, istilik sistemi atoplendir. Bəli, batareyalarla. Metlaq olan yerlər isti döşəmədir, hamısı. Geniş, birinci mərtəbədə olan geniş, böyük bir yataq otağı. Əziz izləyicilərimiz, yataq otağının daxilində belə bir qardırob otağı, bura dolab yığılanda çox qəşəng görünəcək. Yataq dəsti bura qoyulur, lamçıqaları yoxdur. Bayaq yandırmışdım. Arxaya baxan pəncərə, evin arxa hissəsinə baxan pəncərəsidir. Sonramdakı yataq otağının daxilində sanitar qovşağı. Uydalma buydadır. Çox genişdir, böyükdür. Dəyərli izləyicilər, sizlərə deyim də birinci mərtəbədə 2 yataq otağı, sonra qonaq otağı, mətbəx, mətbəxin daxilində kiçik bir otaq, sanitar qovşağı. Bunlar yerləşir. Əlavə olaraq dəhliz var da orada. İndi isə qalxırıq 2-ci mərtəbəyə. Biz alırıq evin 2-ci mərtəbəsində. Evin 2-ci mərtəbəsində 4 yataq otağı, 4 sanitar qovşağı yerləşir. Yataq otaqların özlərinə aid olan eyvanları da var. Birinci yataq otağı. Bildiğin hündürlüğü nə qədər olar? 5 metre olar. 5. Döşəməklə tavanın hündürlüyü 5 metre. Yataq otağının daxilində sanitar qovşağı, eyvan və qardırobu var. Bütün pəncərələr hamısı titrin pəncərələrdir. Yerdəndir. Burada eyvan. Yine yataq otağı, qardırob yığmaq üçün yeri və qarşısında böyükdür eyvan. Divar çox başındadır. Yine yataq otağının yanında eyvanı. Bu eyvandan həm bu yataq otağı, həm də obursuz yataq otağı istifadə edə bilər. Daxildə sanitar qovşağı və pəncərə, bütün pəncərə birbaşa həyətə baxır. %100 buna, %100 ümumi sanitar qovşağı.
və sonuncu yataq otağı. Sonuncu yataq otağı 2-4-6-cı yataq otağı. Buradan bax, bu eyvana. Bu yataq otağında istifadə edirlər. Geniş böyük bir yataq otağıdır. Bu yataq otağının həm orada eyvanı var, həm də burada kiçik bir eyvan var. Qarşısında və daxilində sanitar qoşu. Əziz izləyicilərimiz, dəyərli izləyicilərimiz, Mart ayı ən gözəl aylardan biridir. Həm də Ramazan ayıdır. Tətillərimiz çox olacaq inşallah. Kim tətilə gedəcəksə, canı sağ olsun, sağ-salamat istirahət eləsin. Bizim Əmdəkandayıq. Kofe Balının üzbəyiz KFC-nin yanında Elmir Əmlak ofisimiz orada yerləşir. İnşallah kim gələrsə, kim zəng edirsə, evlərə baxmaq istəyirsə, biz sizin qulluğunuzdayıq. Bu evin ümumi olaraq torpaq sahəsi 14 sotdur, 2 mərtəbədir, 7 otaqdır, 6 dənə sanitar qovşağı yerləşir evin daxilində, 560 kvadrat ümumi sahəsi var, qiyməti isə 1 milyon 50 min manatdır. Endirib olacaq. Çox sağ olun, minnətdardır. Paylaşımlarımızı bəyənməyi, paylaşmağı və abunə olmağı yaddan çıxarmayın.